Vüqar Tofiqoğlu ilə bağlı az öncə də bizə bir məlumat gəldi. Bugün Vüqar Tofiqoğlu'nun həbs qəti imkan tədbirinin dəyişdirilməsi, ev dustağına buraxılmasına dair Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib. Təbii ki, əvvəllər olduğu kimi, bizim məhkəmə prosesimizdə olduğu kimi Vüqar Tofiqoğlu'nun da ev dustağına buraxılması ilə bağlı verildiyi ərizə təmin olunmamışdır. Bu, təbii ki, Azərbaycanda çox müşahidə olunan məhkəmə proseslərindən biridir. Ümumiyyətlə, Azərbaycanda məhkəmə prosesləri bərbad vəziyyətdədir. Əksər məhkəmə prosesləri, xüsusən də Elnur Şükürovla Əvəz Zeynallının barəsində keçirilmiş məhkəmə prosesləri şou tipli məhkəmələr idi. Yəni, biz dəfələrlə özümüzü orada öldürdük. Əli Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov qolunun damarını göstərdi bizə. Mənim qolumda Azərbaycan qanı axır, Türk qanı axır, sizlə bağlı heç bir siyasi göstəriş yox, heç bir vəzifəli şəxs göstəriş verməyib, mən ədalətli araşdırma aparıram, mən belə eləyirəm. Hər prosesdə adam mənlə görüşürdü. Əvəz Zeynallı ilə görüşürdü. Görəcəksiniz, mən Azərbaycanda ilkə addım atacam. Biz özümüz o qədər şoka düşmüşdük, dəyərli dostlar. O qədər hər prosesdə məhkəmə başlayanda, məhkəmə qutaranda hər dəfə Əli Məmmədov bizi aparırdı, otağında görüşürdü, otağının qapısında görüşürdü. Yəni, mən həbs olunandan sonra Əli Məmmədov 26 fevralda Xocalı hadisəsi baş verdiyi gün bizə hökm oxuyub. Bax, onda Əli Məmmədovun damarında necə qan, hansı qanın axdığını mən özümdə təsəvvür elədim. Fevralın 26-sında Əli Məmmədov Əvəz Zeynallıya 9 il hökm oxudu, azadlıqla məhrum etmə. Elnur Şükürova da 4 il 312-1.1 ilə adam mənim haqqımda azadlıqdan məhrum etmə cəzası hökmünü verdi. İndi Vüqar Tofiqoğlu'nun da istintaqı gedir. Yaxın adamlarla əlaqə saxlamışıq. Bu günləri mən danışmışam ən yaxın adamı ilə. Vüqar Tofiqoğlu nə ilə ittiham olunur? Dəyərli dostlar, bir şirkət var, mən onun adını demək istəmirəm. O, bir çox media orqanlarına, media mənsublarına reklam üçün vəsait ayırır. Onun da biri, səhv etmirəmsə, 3 ay, 4 ay müddətində, 4 ay ərzində məndə olan məlumata görə Vüqar Tofiqoğlu'nun TV-sinə də, Hürriyyət TV-yə də 1200 ya 1100 manat pul keçirdiblər. Yəni, təklif adamların özündən gəlib, adamlar özləri təklif eləyiblər. Bu şirkət, bəlli olan bir şirkət, özü yardım eləyib, özü reklam üçün vəsait ayırıb və s. Bu günləri deyirlər ki, güya ki, Vüqar Tofiqoğlu onları təhdid eləyibmi, şantaj eləyibmi? Adamlar gəlir. Yaxud Vüqarın özünə suallar verirlər Vüqar bəyin ki, siz kimi təhdid eləyib pul istəmirsiniz, kimi? Belə bir qarışıq məlumatlar gəlib bizə. Təbii ki, istintaq gedir, istintaq araşdırır. İndi mən çox ümidvaram ki, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında yenə ilk olaraq qoyduğum ki, mənə az öncə məlumat verdilər ki, Vüqar bəyə çox yüksək səviyyədə diqqət və qayğı var. Ondan mən qətiyyən şübhə etmirəm. Çünki 144 gün istər hörmətli mənim əziz dostum Əvəz Zeynallı, istərsə mən şəxsən Elnur Şükürov olaraq onların özlərinə dedim ki, Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanası haqqında tam başqa adamlardan eşitsəydim, özüm görməsəydim, hardasa fikirlərimdə bir az da olsa qarşılıq olardı. Amma mən ki, bunu gözümlə gördüm, bu münasibəti, sən sözünü eşitmədim orada. Siz, biz, buyurun, nə lazımdır? Niyə xəstələnmişsiniz? Tibbi personal yüksək səviyyədə. Tibbi personal çox yüksək səviyyədə. Amma
Ədliyyə Nazirliyinin penitensiar xidməti xaraba qalıb. Cəza çəkmə müəssisələrində vəziyyət o qədər bərbaddır. O qədər bərbad vəziyyətdədir. 2 saylı cəza çəkmə müəssisəsində Vüsal Aslanov var. Danışacağım oradan. Orada adlarını dedilər. Zampalet var. İqır dedilər. İdraç dedilər adını. Orada bir Rüfət var dedilər. İlqar var dedilər. 1500-2000 manat karantindən çıxmanın haqqıdır. Dostlar mənə dedi. İndi mənə bu yaxınlarda siyahı daxil olacaq. Gözləyirəm. Mənə siyahı verəcəklər ki, cəza çəkmə müəssisələrində nəyin qiyməti? Mən özüm bilirəm. Məsələn, mən 16 saylı cəza çəkmə müəssisəsində hər şeyin qiymətini bilirdim. İlham Baxşəliyev var, oranın bir rəisi var. 4 ay qaldım, hər gün adamla biz vuruşduq. Hər gün. 16 saylı cəza çəkmə müəssisəsinin karantini 70 nəfər adam var idi. 20 çarpayı var orada. 70 nəfər girdim içəri, dəhşətə gəldim. Dəlixana. Dəlixana. Biabırçılıq, qoxu, ifunət, dəhşətə dəhşət. 16 saylı cəza çəkmə müəssisəsində dəyərli dostlar, su yox idi. Su yox idi orada. Sağ olsun, Azərbaycan dövlətinə mən orada müraciət elədim, adiyyəti üzrə. Prezident administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə mən orada yazılı müraciətlər göndərdim. Gəldilər, mənimlə orada görüşdülər, məsələni yerində araşdırdılar. Ambusman aparatı yoxdur, dostlar. Ambusmana mən göndərdiyim məktub və ərizələrin bir kopyasını Bakı şəhər Zoopark İdarəsinə göndərirdim. Zoopark İdarəsindən cavab gəlirdi. Zoopark İdarəsindən məni axtarırdılar. Ambusmandan yox. Xəbər yoxdur. Qış yuxusuna gedib ambusman. Yoxdur, dəyərli dostlar. Amma heç olmaya gedərlər Vüqar Tofiqoğlu'yla görüşərlər. Yəni Vüqar Tofiqoğlu'nun durumun haqqında mənim az öncə məlumatlarım oldu. Sağlamlığında şükür Allaha ciddi problemlər yoxdur. Təbii ki, Vüqar Tofiqoğlu xəstədir, ürəyində ciddi problemlər var. Ondan xəstəliyi ilə bağlı müalicə götürüb, hal-hazırki durumu o qədər şükür Allaha ki, ciddi bir problemlər yoxdur. Ailə üzvləri ilə telefonla artıq 2 gündür əlaqə saxlayır. Bizdə olmadı. Biz danışa bilmədik. Təbii ki, nə Əvəz Zeynallı, nə Elnur Şükürov. Biz 144 gün Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında sağlanlarkən nə telefonla danışmışıq 144 gün, nə ailə üzvlərimizlə görüşmüşük, nə yaxınlarımızla görüşmüşük. Amma münasibət şəxsən mənə çox yüksək səviyyədə olub. Mən bunu dana bilmərəm. Heç nədən, heç kimdən qorxmadan mən bunu deyirəm. Amma prokurorluq, Teymur Qarayev, Vətən Əliyev, danışacağım hamısının haqqında. Mehman Hümbətzadə, Tural Hümbətov, nə bilim orada digərləri var idi. Adları var, məndə siyahisi var. O qədər psixoloji mənim üzərimə təzyiq elədilər. Heç kimlə görüşmədim. 144 gün tam bir izolyatorda saxladılar məni ki, sən Əvəz Zeynalın üzrə durmalısan. Sən biz prokurorluğun dediyini eləməlisən. Belə istintaq mı olur? İndi inşallah ki, Vüqar Tofiqoğlu'nda belə bir istintaq olmaz. Vüqar Tofiqoğlu'nun prosesi ədalətli olar. Ümumiyyətlə, Vüqar Tofiqoğlu'nun həbs qəti imkan tədbiri dərhal dəyişdirilməlidir. Xəstədir, müalicə almalıdır, evinə getməlidir, ailə uşağının yanında olmalıdır. Real şikayət eləyən varmı? Hələ bugün də onunla bağlı bir xəbər yoxdur. Yəni, ən önəmlisi odur ki, Vüqar Tofiqoğlu 2 gündür ailəsi ilə əlaqə saxlayıb telefonda. Bugün də apellyasiya prosesi olub. Təbii ki, proses keçirilib və ərizə təmin olunmayıb. İndi bunlar hamısı bizim də başımıza gəlib, biz də görmüşük. Vüqar Tofiqoğlu'nu biz yaxından haqqında maraqlanırıq, məlumatlar öyrənirik. Ailəsi ilə əlaqələrimiz var. Bir sözlə biz Vüqar Tofiqoğlu'nun yanındayıq. Əlimizdən gəldiyi qədər də öz dəstəyimizi əsirgəməyəcək. Cəza çəkmə müəssisələrindən mən yaxın günlərdə ayrıca
danışacağım. Xüsusən 6 saylı cəza çəkmə müəssisəsində ciddi problemlər var. Mənə dünən də yazıblar, bugün də yazıblar. 2 saylı cəza çəkmə müəssisəsində vəziyyət bərbaddır. Oranın bir rəisi var, Vüsal Aslanov, səhv etmirəmsə, Radik. Radik kimdir? Bax, mən dəyərli izləyicilərdən xahiş edirəm. Radikin haqqında yazsınlar. 7 saylı cəza çəkmə müəssisəsində Mehman at oynadır orada. Nağıyev Tural Elxan oğlunun həyatı təhlükə altındadır. Mən buradan adiyyət üzrə bir daha müraciət edirəm. Nağıyev Tural Elxan oğlu. Səhhətində ciddi problemlər var. Şərlənib adamın şər şəbəkəsi orada qurublar. Bir il ciddi rejimlə bağlı məhkəməyə müraciət ediblər. Heç nə etmədən cəza çəkmə müəssisəsinə daxil olub, dərhal onu cəza kamerasına aparıblar. Məndə olan məlumata görə döyüblər. Birbaşa göstərişi müəssisənin rəisi Mehman verib. Nağıyev Tural Elxan oğlunun həyatı təhlükə altındadır. Hörmətli adəti qurumlar dərhal götürün nəzarətə. Atası Elxan əmi rəsmi müraciətlər göndərib ölkə prezidentinə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Baş prokurorluğa, yəni yer qalmayıb müraciət edib. Müraciətlərindən hələ bir xəbər yoxdur. Ümidvaram ki, məsələ diqqətə alınacaq, dəyərli dostlar. Vüqar Tofiqoğlu ilə bağlı hər zaman nə yeri xəbər olsa, mən siz dəyərli izləyicilərlə paylaşacağım, bölüşəcəm. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza da abunə olun, sağ olun, sağlıqla qalın.